Herkese salam dostlar. Yeni videoma xoş gəlmisiniz. Bugün təzədən güllərimin vəziyyətini sizə göstərmək istəyirəm. Sanseveriyam maşallah böyüyüb. Əkəndə balaca idi. İndi artıq yavaş-yavaş böyüyüb və yeni yarpaqlar çıxardır. Spatifilium da yaxşıdır. Galateryam da böyüməyə davam edir bu cür şəkildə. Antonium'u torpaqdan çıxartdım. Çürümüş olan köklərini təmizlədim, suya qoydum. Yeni yarpaqlar çıxardır. Bunu da rayondan gətirdim. Bu da qırmızı rəngdədir. Anama hədiyyə vermişdilər. Bir budağını mən götürdüm. Burada da begonia var. Gəlin damat begoniası adlanır. Bir tərəfi qat-qatlı çiçək açır. Bir tərəfi də sadə qat çiçək açır. Bunu bacım mənə verdi. Köklənsin deyə suya qoymuşam. Bu da kırmızı renk antoriumumdur. Bir tarafı daha çok ışık aldığı için eğilmişti. Ben de diğer tarafı çevirdim. Ve havartiyam. Çiçeklerimin çoxunu həyətə çıxartmışam artıq. Sadece pencere kenarında bunlar qalıb. Sırğa gülümdür. Bu gül begoniamdır. Rex begoniam. Philodendron çiçeğim. Sadece bu balacalar qalıb. Digər çiçəkləri isə bəziləri həyətə çıxartmışam, bəziləri pilləkənin yanındadır. İndi onları da sizə göstərəcəm. Dikenler tacım da burada pilləkənin yanındadır. Balaca çiçəkli olan. Bu qalanxoyam da buradadır. Yenidən çiçəklənməyə hazırlaşır. Əslində yenidən çiçəklənməyə qoymasam daha yaxşı olar. Çünki çiçək çox yorulur. Kırmızı renkte olan ve bir de bu büyük dikenler tacım. Bu ithal olan türdür. Bu cür şekilde çok güzel çiçek açıp ve oksaliç çiçeğim de buradadır. Burada da köklendirdiğim Tradiscansiyamdır. Bu da özel tür olan Sardonya'mın çiçeğidir. Buraya elə belə koydum. Çiçekler solmuş diye kesmiştim. Bu da Kikordera çiçeği. Diğer adı her seferinde yadımdan çıxır. Bunu da buraya koymuşam. Ve burada da çehrai renk oksaliç çiçeğim var. Fikir verdinizsə dostlar, artıq məndə yarpaq gözəllər qalmayıb. Bir dənəsi deyəsən, bir iki dənəsi deyəsən artıq xarab olmuşdu. Digərlərini də mən hədiyyə etdim. Artıq yarpaq gözəllər yetişdirmək istəmədim. Çünkü bir ara çok güzel büyürler, sonra təzədən xəstələnirlər. Ona göre artıq istəmirəm. Və sevdiyim çiçəkləri sadece yetiştirmək istəyirəm. Ona göre bəzi çiçəklərdən azaltmalar etmişəm. Artıq tradiskansiyalarım da yoxdur. Sadece çehrai renk bisetkadan asmışam, onu göstereceğim. Yalnız o qalıb, tradiskansiyadan ok. Və xrizantemalarım da bu cür şəkildədir. Bunun da çok güzel çiçekleri olur. Çiçek açandan sonra size göstereceğim. Sukulentlerden satışım var dostlar. Eğer istəyirsinizsə Instagramıma evgülləri38'e yazabilirsiniz. Bunun da balası var bir dənə məndə satışda. Bundan da var balası. Balası deyəndə böyük ölçülərdədir. Uyğun qiymətə verərəm. Bundan yoxdur. Bundan da var. Bundan da var dostlar. Bundan da var. Bunun yanlarında balalar var. Balaca, bunlar sadece balacadır. Bu pulvinatamdan da var. Mesela bunu satabilirim. Çok güzel rengi kırmızı olur. Bunun da rengi çok güzeldir. Sumqayıt arazilərində olanları aslında daha rahatdır satmaq mənə. Eğer Bakıdan isteyenler olsa da taksi ilə göndərmək olur. Renklerinin çoxunu da buraya yere ekmişəm. Burada daha güzel bir şekilde büyüyecekler. Hələ indi təzə ekmişəm, özlerine gelmeyiblər. Bunlar artık tumurcuqdadır. Görürsünüz, tumurcuqdadır. Bunları ala otları temizlemiştim bugün. Ve bunlar hələ çiçek açmayıb. Sardonyalarım.
Bisetkadakı sarmaşıq formada olan sardunyalarım. Hamısı tumurcuqdadır. Çiçək açandan sonra sizə göstərirəm. Çox gözəl rəngləri var bunların da. Dediyim kimi dostlar, yalnız bu tradisikansiyam qalıb artıq məndə. Təsbihim, yaqut kolyem, karanfillerim. Çok güzelliği var ve çok güzel renkleri var. Burada da en sevdiğim güllerim, sardunyalarım. Bu da çok güzel çiçektir. Çok güzel rengi var. Açandan sonra size göstereceğim. Bu da başka renktir. Təzə açıb çiçeğini. Bu Korolevski pelargonyaların çiçekleri hem çok büyük olur hem de müxtəlif renklerde olur. Ben bunları da çok hoşlayıram. Çok güzel çiçeklerdir. Bunlar hələ çiçek açmayıb. Bu da hələ çiçek açmayıb. Burada da özellerim. Leona galactica en güzel özel növlerden biridir. Çiçekleri çok eli olur dostlar. Çok güzel sorttur bu sort. Tumurcuklarla doludur. Bu da Angelini pelargoniyadır. Xırda yarpaqlı, xırda çiçekli. Prenses Grace sardunya. Maşallah çok güzeldir bu da. Her tumurcuklarını tam açmayıp. Bu da tumurcuktadır. Korolevski pelargonia dillidir. Bunun çok güzel çiçeği olur. En sevdiğim çiçeklerden biridir. Açanda size göstereceğim. Çok beğenirim bunun çiçeğini. Çok zarif çiçeği var. Bu da My Chance pelargonia. Yeni tumurcuklarla doldu. Sedum palmeri sarı çiçekleri olan. Buraları hələ təzədən düzenleyeceğim dostlar. Düdən yox, o bir gün bizdə yağış yağdı. Güllərimi de hamısına hem yağış suyu yığdım, hem de susuz güllərimi yağışa çıxartdım. Ayıqrozon sevda ağacı. Bu kaktusları da buradan götüreceğim. Güneşe koyacağım ki güneş görsünler. İşlerim çoktur. Bu kamançaları artıq həyətə çıxartmışam. Hələ çiçekler açmağa yeni devam edirlər. Burada da böyle kaktus var. Buraya da keçən illər sarmaşıq qızılgül əkmişdim ki buranı bağlasın diye. Artık çok güzel büyüyüb maşallah ve tumurcukları da var. Bunu da keçən il əkmişdim. Büyüyür. Buraları temizləyirəm dostlar. Bu tərəfləri o kadar size göstermeyen videolarda. Bu da sarmaşıq qızılgüldür. Çünkü buranın torpağı o kadar yaxşı değil, yaxşı çıxmır. Hələ buraları da təmizləyəcəm. Zambaqlarım. Qızılgüllərin üzərlərində cücülər var, onları dərmanlamaq lazımdır.
Buralarda geçen il toxum atmışdım. Ondan çıxıb həmin toxumlardan bilmirəm necə çiçəkdir. Çiçək açandan sonra sizə göstərəcəm. Bunlar da çok güzel bir şekilde büyüdü. Tohum atmıştım geçen yıl. Ondan büyüdü. Hele buraları temizleyeceğim dostlar. Bildiğiniz gibi rayondaydım. Vaktim olmadı. Bu gicitqanlar hamısını çıxardıp torpağı biraz qabardacağım. Buranın torpağı o kadar yaxşı değil. Ona göre burada yaxşı çıxmır çiçekler. Əslində buraları tam temizleyip güzel çekin ekmek istəyirəm. Görürsünüz dostlar. Üzerleri cücüyle dolu, tumurcuktadır. Bunu dermanlamak lazımdır. Bugünlük video dostlar bu kadar olsun. İzlediğiniz için herkese teşekkür ederim. Yeni videolarda inşallah görüşürüz. Sağ olun, salamat kalın.